min bə'di dedikdə yenə də ayn hərfinin məxrəci boğazın ortasından çıxarılır. Ani məqamda, ani müddətdə tormuzlanma verilir və ondan sonra dəl hərfini deyirik. Min bə'di. Onu da sizlərə çatdırım ki, demək mim hərfini deyəndə ağız yumulur və mim hərfinin məxrəci izhar olmalıdır, aşkar şəkildə deyilməlidir. Əgər biz mim dedikdə ağız əgər açıq halda olsa, artıq onda bu ixvaya çevriləcəkdir. Min bə'di misaqih. Misaqih kəlməsində mim hərfindən sonra kəsrə gəlir. Demək, kəsrədən sonra yə hərfi gəlir. Yə də təbi məddlər hərflər qrupuna aiddir. Ona görə mi 2 səs qədər uzadılacaq. Yəni, bir hərf miqdarında. Gördüyünüz kimi kitabda bir əlif miqdarı götürülür. Bu da 2 səsə bərabərdir. Misaqih. Burada sə hərfinə fikir vermək lazımdır. Sə hərfi dediyimiz kimi pəltək deyilir. Dil 2 dişin arasına xəfifcə girilərək pəltək sə hərfini deməyə çalışmaq lazımdır. Misaqih. Qaf hərfinin məxrəci dediyimiz kimi qaf hərfinin məxrəci dilin sonu və dilsəyin başlanğıcında olur. Burada misaqih deyəndə dayanıb bu sad hərfi, yəni səktəyə işarə edir. Yəni dayanıb nəfəsimizi dərmədən, almadan və yaqtağunəni deyirik. Misaqih və yaqtağ